Salam əziz şagirdlər, mən kimya müəllimi Atakişiyeva Aysun. Bugün mövzumuz olacaq kimyanın ilk anlayışları. Dərslərə qeydiyyatla bağlı aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Deməli, mövzumuz olacaq kimyanın ilk anlayışları. Əvvəlcə nədən başlayırıq? İlk öncə kimya ilk anlayışlarına başlamazdan öncə birinci kimya nəyi öyrənir, onu öyrənməliyik. Biz bilirik ki, bir var cisim anlayışı, bir də var maddə anlayışı. Nə deməkdir cisim, nə deməkdir maddə? Biz bilirik ki, ətrafımızda gördüyümüz canlı cansız nə varsa, hamısı adlanır cisim. Və bu cisimlər nədənsə təşkil olunurlar. Həmin bu cisimlər nədən təşkil olunursa, onlar da adlanırlar maddələr. Məsəl üçün bir nümunə çəkirəm. Tutaq ki, qaşıq nümunə götürək. Qaşıq bir cisimdir. Qaşıq nədən təşkil olunur? Taxtadan ola bilər, dəmirdən ola bilər, qızıldan ola bilər, gümüşdən ola bilər və s. Deməli, bu saydıqların hər biri artıq maddə hesab olunurlar. Və kimyada həmin bu maddələri öyrənir. Ona görə də ilk öncə, başlamazdan öncə deyirik ki, maddələr xassələrinə görə iki yerə bölünürlər. Var maddənin fiziki xassələri, bir də var maddənin kimyəvi xassələri. Görək fiziki xassələr nə deməkdir? Kimyəvi xassələr nə deməkdir? Maddənin fiziki xassələri dedikdə tərkibi dəyişmədən müşahidə olunan xüsusiyyətlər nəzərdə tutulur. Amma kimyəvi xassə deyəndə artıq orada başqa bir maddəyə çevrilmə qabiliyyəti nəzərdə tutulur. Yəni artıq yeni bir maddə əmələ gəlir. Məsələn, sadə bir nümunə çəkirəm. Tutaq ki, bir dənə buz təsəvvür eləyək. Buzun aqreqat halı bərkdir. Biz buzu isti yay günü pəncərənin qarşısına qoyduğumuz zaman buz başlayır neyləməyə? Əriyir və maye halına çevrilir. Sonra təzədən həmin mayeni soyuducuya ataraq biz onu bərk hala, yəni buz halına çevirə bilərik. Yəni biz maddəni əvvəlki halına qaytara bildik. Niyə əvvəlki halına qaytara bildik? Çünki həmin maddəni bərkdən, yəni buzdan suya çevirəndə, bərkdən mayeyə çevirəndə həmin maddənin tərkibi dəyişmədi. Bu sayılır maddənin fiziki xassəsi. Bir də var maddənin kimyəvi xassəsi. Orada artıq yeni bir maddə əmələ gələcək. Məsələn, bir kağız düşünək. Kağızın formasını gözümüzün qabağına gətirir və biz kağızı yandırandan sonra tamam fərqli bir maddəyə çevrilir, kül olur, düzdürmü? Burada artıq maddənin kimyəvi tərkibi tamamilə dəyişir. Yəni, mən sizə yanıma desəm, deməli, mən sizə maddənin kimyəvi xassəsi haqqında məlumat vermiş oluram. O zaman gəlin görək, maddənin fiziki xassələri nələrə aiddir, kimyəvi xassələri nələrə aiddir. Maddənin fiziki xassələrinə aiddir maddənin aqreqat halı. Aqreqat halı deyəndə biz bilirik ki, 3 dənə aqreqat halımız var. Bərk, maye, bir də qaz. İkinci, bura aiddir sıxlıq. Yəni, mən sizə maddələrin sıxlıqları haqqında məlumat versəm, bu fiziki xassə sayılır. Bundan əlavə, üçüncü, ərimə və qaynama temperaturu. Yenə də mən sizə maddənin ərimə temperaturu və yaxud qaynama temperaturu haqqında məlumat versəm, bu da maddənin fiziki xassəsi sayılır. Biz bilirik ki, su 0 dərəcə Selsidə əriyir, 100 dərəcə Selsidə qaynayır. Hər bir maddənin özünə məxsus ərimə və qaynama temperaturu var. Bundan sonra gəlir dördüncü. Fiziki xassənin dördüncüsünə aiddir istilik və elektrik keçiriciliyi. Və beşinci, maddənin rəngi, iyi, dadı. Yəni, bunlar haqqında mən sizə məlumat versəm, artıq mən sizə maddənin fiziki xassəsi haqqında məlumat vermiş oluram. Gəlirik, keçirik maddənin kimyəvi xassələrinə. Dediyim kimi, kimyəvi xassədə artıq bir maddə başqa bir maddəyə çevrilir. Eyni zamanda bir maddə başqa bir maddə ilə reaksiyaya daxil olma qabiliyyəti. Yəni, bir maddə başqa bir maddəyə çevrilməsi haqqında məlumat versəm, bir maddənin başqa bir maddə ilə reaksiyaya daxil olması haqqında məlumat versəm, maddənin parçalanması haqqında, yanması haqqında məlumat verəndə, bunlar hər biri artıq nə sayılır? Maddənin kimyəvi xassələri sayılır. Daha sonra, məsəl üçün, burada biz nümunələr də qeyd etmişik. Məsələn, biz soruşsaq ki, neftin sıxlığı suyun sıxlığından azdır. Bu, hansına aid olacaq? Artıq mən sizə maddənin sıxlığı haqqında məlumat verdiyimə görə, bu olacaq maddənin fiziki xassəsi. Və yaxud deyirəm ki, natrium adi şəraitdə su ilə reaksiyaya girir. Mən artıq reaksiyaya girmək barəsində məlumat verdimsə, deməli, mən sizə maddənin
kimyəvi xassəsi haqqında məlumat vermiş oluram. Üçüncü, deyirəm ki, əhəngdaşı qızdırıldıqda parçalanır. Dedik axı, əgər parçalanma deyiriksə, bu kimyəvi xassədir. Çünki artıq əhəngdaşı qızdırılanda yeni bir maddə əmələ gəlir. Və yaxud deyirəm ki, saf su 0 dərəcə Selsidə donur, 100 dərəcə Selsidə qaynayır. Yenə də ərimə və qaynama temperaturu haqqında məlumat verdim. Deməli, bu olmalıdır maddənin fiziki xassəsi. Burada xırda bir səhvlik olub. Deməli, burada kimyəvi xassə yox, fiziki xassə olacaqdır. Bir dənə PDF-i buradan çıxaq, yenidən girək. Çünki PDF-də nəsə xırda bir problem oldu. Ona görə çıxaq, yenidən girək. Aha. Buradan deməli düzəldirik. Bu kimyəvi yox, olacaq maddənin fiziki xassəsi. Aha, gəldik keçdik daha sonra nədən danışırıq? Maddələr aqreqat halına görə 3 yerə bölünürlər. Bayaq da dedik, maddənin var bərk, maye, bir də qaz halı. Biz görürük ki, bərk halda gəlin bir dənə buz təsəvvür edək. Maye halda içdiyimiz suyu, qaz halında isə buxarı təsəvvür edək. Bərk halda maddəli molekullarına diqqət etsək, şəkildə də göründüyü kimi, baxın, bərk maddəli molekulları necədir? Bərk maddənin molekulları bir-birinə sımsıx yerləşib. Maye molekulları necədir? Biraz məsafəli. Qaz halında olan maddənin molekulları isə çox məsafəlidirlər. Deməli, bərk maddənin molekulları bir-birinə sıx yerləşir. Maye molekulları biraz məsafəli, qaz molekulları isə çox məsafəlidir. Bunları biləndən sonra gəlirik, keçirik, deyirik ki, görək o zaman bərk, maye, qaz istiqamətində hansı xassələr artacaq, hansı xassələr azalacaq, hansılar isə ümumiyyətlə dəyişməyəcək. Mən şəkilə baxa bunu əzbərləmirik. Şəkilə baxa-baxa hər birinə cavab veririk. Birinci, mən sizə sual versəm ki, molekullar arası məsafə nə edəcək? Artar, yoxsa azalar? Siz düşünürsünüz, şəkilləri də görürsünüz. Bunların hansında molekullar arasında məsafə çoxdur. Baxırsınız ki, qazda daha çoxdur. Deməli, qazın molekullar arası məsafəsi çoxdur, amma bərkin molekullar arası məsafəsi azdır. Deməli, o zaman deyirik ki, qazda axı çoxdur, bərkdən qaza doğru getdikcə molekullar arası məsafə artacaq. Daha sonra gəlirik, keçirik, sıxlıq haqqında məlumat veririk. Bəs sıxlıq nə edəcək? Baxın, bunlardan hansı daha bir-birinə sıx yerləşib? Baxırıq ki, bərk daha sıx yerləşib bir-birinə. Deyirik ki, o zaman bərk maddədə sıxlıq daha çoxdur. Onda bərkdə çoxdur. Çoxdan hara doğru gedəcəm? Mən azı doğru gedirəm də. Deməli, bərkdə çoxdursa, qazda azdır. Baxın, qaza sıx deyirlər, bunlar bir-birinə sıx yerləşməyiblər. Deməli, bərkinki çoxdur, qazın sıxlığı azdır. Ona görə də bərkdən qaza doğru gedəndə sıxlıq neynəmiş olacaq? Azalmış olacaq. Sonra bizdən soruşa bilərlər molekullar arasında cazibə qüvvəsini. Baxın, bunların hansında cazibə qüvvəsi daha çox olar? Təbii ki, bərkdə. Niyə? Çünki baxın, bir-birini yaxşı bir-birini cəzb ediblər ki, bir-birində sıx yerləşiblər. Yəni, onların bir-birinin arasında sıx yerləşməsinin səbəbi həmin bu cazibə qüvvəsidir. Yəni, bərk maddənin cazibə qüvvəsi daha çoxdur. Qazda isə azdır. Ona görə mən bərkdən qaza doğru, yəni azı doğru gedəndə cazibə qüvvəm neynəyəcək? Azalmış olacaq. Və dördüncü, bəs həcm nə edəcək? Həcm isə qazlarda daha çoxdur. Əgər məsafə çoxdursa, deməli, orada həcm də çox olmalıdır. Qazın məsafəsi çox olduğuna görə qazın həcmi də çox olacaq. Ona görə bərkdən qaza doğru getdikcə həcm neynəmiş olacaq? Qazınki çox idi, ona görə həcm artmış olacaq. Hə, bir dənə bizim bir istisnamız vardı sıxlıqda, bir dənə ona qaydaq. Biz dedik ki, normalda bərkin sıxlığı mayenin sıxlığından çoxdur. Bax, bir də təkrar edirəm. Bərkin sıxlığı, bərk halında olan maddələrin sıxlığı maye halında olan maddələrin sıxlığından daha çoxdur. Amma bir dənə istisnamız var. Buz su misalında bu istisna pozulur. Yəni, bu qayda pozulur. Niyə? Çünki normalda buz bərkdir. Düzdürmü? Su da mayedir. Yəni, buzun sıxlığı dediyimiz qaydaya görə mayenin sıxlığından çox olmalıdır. Bərkinki mayədən çox olmalıdır. Amma bir dənə bu buz plus su üzərində istisnadır ki, tərsinədir orada. Buzların sıxlığı, yəni buzun sıxlığı suyun sıxlığından kiçikdir. Yəni, burada artıq suyunki daha çox olmuş olur. Bu nümunəni də nəzərimizə saxlayırıq ki, çaşmayaq. Geridə qalır kütlə və kimyəvi tərkib. Yoldaşlar, biz bayaq da dedik ki,
maddənin aqreqat halı dəyişəndə onun kimyəvi tərkibi dəyişmir. Çünki mən onu əvvəlki halına qaytara bilmişdim. Deməli, onun tərkibində bir dəyişiklik baş verməyib ki, mən onu əvvəlki halına qaytara bilmişəm. Eyni zamanda kütlə də dəyişmir. Məsəl üçün, mən butulkanın içərisini suyla doldurmuşam, yəni maye halındadır. Sonra mən onu qoyuram soyuducuya, olur buz. Bəyəm həmin buzu çıxardanda kütləsi azalmış olur. Buza çevriləndə kütləsi niyə azalsın ki? Yəni, maddənin aqreqat halı dəyişəndə onun kütləsi nə etmir? Dəyişmir. Bunları öyrəndik. Gəlirik, keçirik indi nədən danışırıq. Yenidən təkrar edirəm. Deyirik ki, maddənin 3 dənə aqreqat halı var. Var bərk, maye, bir də qaz. Biz deyirik ki, bərk halda bir dənə buz təsəvvür edirik. Maye halda yenə də su, içdiyimiz suyu, qaz halında isə buxarı təsəvvür edirik. Və demişik ki, baxın, biz buzu qoyuruq çölə. Buz başlayır, neynir? Su olur. Buz başlayır, əriyir, sonra suya çevrilir. Yəni, buzdan suya, yəni bərkdən mayəyə keçmə prosesinin adı nə olacaq? Bax, buzun su olması üçün buz neynəməlidir? Buz əriməlidir. Yəni, bərk haldan maye halına keçmə prosesinin adı olacaq ərimə. Bir də var deyirəm ki, butulkanın içərisini yenə həmin misal çəkirəm, suyla doldurmuşam. Mən suyu necə buza çevirim? Soyuducuya atıb onu neynəməliyəm orada? Soyumalıdır. Soyuducuda soyumalıdır, yəni donmalıdır. Ona görə də deyirik ki, maye haldan bərk halına keçmə prosesinin adı nə olacaq? Donma. İndi belə bir nümunə çəkirəm. Qəfədanın içərisini suyla doldurmuşuq və orada su maye halındadır. Sonra o başlayır qaz halına keçməyə. Nə zaman onun üstündən, suyun üzərindən buxar çıxır, qəfədanın üzərindən buxar çıxır? Artıq o qaynayandan sonra. Deməli, maye halından qaz halına keçmə prosesinin adı nə oldu? Qaynama. Bir də var, qaz halından birbaşa maye keçmək. Baxın, qazdan maye keçmək. O prosesin adı isə olacaq kondensləşmə. Bir də var, bərkdən qaza keçmək, onun da adı nə olacaq? Sublimə. Daha sonra biz nədən danışacağıq? Biz istənilən maddənin bilirik ki, hər birinin özünə məxsus ərimə və qaynama temperaturu var. Və biz maddənin ərimə qaynama temperaturuna əsasən maddənin aqreqat halını müəyyən edə bilərik. Əgər bizə verilən temperatur maddənin ərimə temperaturundan aşağı bir qiymət olarsa, yəni kiçik bir qiymət olarsa, olacaq aqreqat halı bərk. Yox, bizdən soruşulan qiymət, bizdən soruşulan temperatur, ərimə temperaturu ilə qaynama temperaturunun ortasında bir qiymət olarsa, o zaman həmin maddənin aqreqat halı olacaq maye. Yox, bizdən soruşulan temperatur, qaynama temperaturuna yuxarı bir qiymət olarsa, o zaman həmin maddənin aqreqat halı olacaq qaz. Bəzən uşaqlar bunu biraz qarışdırırlar deyə biraz da daha sadələşdirib belə izah edirəm. Məndən soruşulan temperatur həm ərimədən, həm də qaynamadan kiçik rəqəmdirsə, o zaman aqreqat halını bərk götürürük. Hər ikisindən böyükdürsə, həm ərimə temperaturundan, həm qaynama temperaturundan böyük bir qiymətdirsə, o zaman aqreqat halını qaz götürürük. Birindən böyük, digərindən kiçikdirsə, o zaman aqreqat halını maye götürürük. Məsəl üçün, bir nümunə qeyd eləmişik bura. Bir dənə X maddəsi götürmüşük, naməlum bir maddədir. Bu maddənin ərimə temperaturu 5 dərəcə Selsi, qaynama temperaturu isə 120 dərəcə Selsidir. İndi mən 0 dərəcə Selsidə bu maddənin aqreqat halını bilmək istəyirəm. Bunu necə müəyyən edirəm? Baxıram ki, 0 rəqəmi 5-dən də kiçikdir, 120-dən də kiçikdir. Bayaq da dedik, hər ikisindən kiçik qiymət olanda aqreqat halı nə olacaq? Bərk halda. Ya da belə deyirik. Bizə verilən temperatur, yəni 0. 5-dən nədir? Ərimədən kiçik olduğuna görə nə olacaq? Aqreqat halı bərk. Sonra keçirəm 20 dərəcə Selsidə bəs. Baxıram ki, 20 rəqəmi 5-dən böyük rəqəmdir, amma 120-dən kiçikdir. Yəni, artıq ortada yerləşən bir qiymətdir. O zaman aqreqat halımız olacaq maye. Bir də var 150. Artıq 150 həm 5-dən böyükdür, həm 120-dən böyükdür. Bayaq da dedik, bizə verilən temperatur hər ikisindən, həm ərimədən, həm də qaynamadan böyük bir qiymət olarsa, o zaman aqreqat halı olacaq qaz halında. Bu da bizim maddənin ərimə və qaynama temperaturuna əsasən maddənin aqreqat halının təyin edilməsi. İndi gəlirik, keçirik, nədən danışırıq? Maddələr bölünürlər xassələrinə görə iki yerə. Var maddənin
daha doğrusu quruluşuna və tərkibinə görə maddələr iki yerə bölünürlər. Var saf maddələr, bir də var qarışıq maddələr. Nədir saf maddələr, nədir qarışıqlar? Deyirik ki, əgər maddə bir növ maddədən ibarətdirsə, o zaman olacaq o saf maddə. Yox, əgər iki və daha artıq maddədən ibarətdirsə, o artıq adlanır qarışıq. Yəni bir növ maddədən ibarətdirsə bu safdır. Yox, iki və daha artıq maddədən ibarətdirsə bu artıq adlanır qarışıq. Nə demək istəyirəm? Məsələn, deyirəm xörək duzu. Sadəcə xörək duzu deyirəm də, başqa heç bir şey demirəm ki. Və yaxud deyirəm NH3. Yəni NH3 ammoniakdır. Bir dənə ammoniak deyirəm də, başqa heç bir şey demirəm ki. Və yaxud deyirəm ki, oksigen. Sadəcə oksigen də bir dənə maddədir. Və yaxud deyirəm etil spirtə. Sadəcə etil spirtə. Və yaxud silisium O2, kvarskon. Başqa heç nə demirəm ki, hər birində bir maddən alını çəkdim. Biri də var ki, deyirəm duz plus su. Artıq həm duz deyirəm, həm su deyirəm, qarışıq. Biri var deyirəm yağ plus su, qum plus su, spirt plus su. Hə, artıq bunlar nə sayılırlar? 2 dənə maddə olduğuna görə bunlar qarışıq. Bunlardan əlavə olaraq var hava, neft, bir də duman. Bəzən uşaqlar elə bilirlər ki, havadır, neftdir, dumandır, bunlar da saf maddədirlər. Çünki bir sözdən ibarət olduğunu görüb fikirləşirlər ki, yəqin ki, bu safdır, amma elə deyil. Siz özünüz fikirləşin, havada görün nə qədər qaz var. Oksigen qazı var, hidrogen qazı var, azot qazı var və s. müxtəlif qazlar var havada, düzdürmü? Ona görə də deyirik ki, hava nə sayılır? Qarışıq. Eyni zamanda neft də. Neftin də tərkibində müxtəlif maddələr var. Neftdə müxtəlif benzinlər alınır. Niyə o benzinlərin növləri müxtəlifdir? Çünki müxtəlif maddələr alınır. Hərəsindən fərqli neftlər alınır. Liqroin var, kerosin var. Hər biri fərqli maddələrdir. Ona görə də neft də nə sayılır? Qarışıq. Eyni zamanda duman da həmçinin hava kimi. Şöyle bunu hələ ki biz sizə təzə başlayanda biraz daha sadə olsun deyə, maddələrin hələ hər birini tanımırsınız deyə bu qədər xırdalayırıq. Amma birazdan maddələri keçib hər biri haqqında məlumatınız olandan sonra ən gözəl fərqləri budur ki, əgər maddənin kimyəvi formulu varsa, baxın, əgər maddənin kimyəvi formulu varsa, baxın, bax bu yazdıqlarım hamısı sol tərəfdə yazdıqlarım, həmin maddələrin kimyəvi formullarıdır. Əgər maddənin kimyəvi formulu varsa, kimyəvi yazılışı varsa, deməli o saf maddədir. Yox, əgər onu ancaq mən sözlə yaza bilirəm, formul yoxdursa, formul yoxdur və mən onu ancaq sözlə yazıramsa, deməli o olacaq nə? Qarışıqlara aid olmuş olacaq. Yaxşı, gəlirik, keçirik. İndi nədən danışırıq? Dedik ki, maddələr iki yerə bölündü. Var saf maddələr, bir də var qarışıqlar. Safla qarışığın fərqini öyrəndik. İndi öyrənirik ki, saf maddələr özləri də iki yerə bölünürlər. Var bəsit maddələr, bir də var mürəkkəb maddələr. Nə deməkdir bəsit maddə, nə deməkdir mürəkkəb maddə? İndi bəzən uşaqlar ən çox qarşıladığım məsələlərdən biri budur ki, əgər biz dedik ki, saf maddə bir dənə maddədir, düzdürmü? Saf maddə nə oldu? Bir növ maddədən ibarət olanlar idi. Bəs necə olur ki, o saf maddə həm bəsit olur, həm də mürəkkəb olur? Deyirik ki, o maddənin yazılışında bir kimyəvi elementdən istifadə olunubsa, deməli o bəsit maddədir. Yox, o maddənin yazılışında iki və daha artıq kimyəvi elementdən istifadə olunubsa, deməli o maddə artıq mürəkkəb maddədir. Məsəl üçün, baxın, burada da qeyd etmişəm. Baxın, burada hidrogendən başqa heç nə görmürəm. Oksigendən başqa heç nə yoxdur. Sadəcə fosfor var, sadəcə kükürt var. Hər biri bir növ atomdan, bir növ elementdən ibarət idi. Amma buna baxın, H-xlor. Həm hidrogen var, həm xlor var. 2 dənə kimyəvi element var. Buna baxın, NH3, yenə 2 dənə var. Həm azot var, həm hidrogen var. 3 dənə kimyəvi element var. Həm hidrogen var, həm kükürt var, həm oksigen var. Yenə də baxın, burada da 3 dənə kimyəvi element var. Həm alüminium var, həm oksigen var, həm də nə var? Hidrogen var. Hər biri 3-ü də nədir? 3 dənə kimyəvi elementdən ibarət oldu. Bəziləri 2, bəziləri 3. Ona görə də bunlar nə sayılırlar? Mürəkkəb maddələr sayılırlar. Gəldik, keçdik indi bəsit maddələrdən. Deyirik, bəsit maddələr isə 3 yerə bölünürlər. Var metallar, var qeyri-metallar, bir də var təsirsiz nəcib qazlar. Əvvəla metalların sayı həddən artıq çoxdur.
Qeyri-metalların sayı 12 dənədir. Təsirsiz nəcib qazlarımız da müəyyən qədər var, amma biz sadəcə üçünü bilsək bizim üçün kifayətdir. Yəni biz ən çox testlərdə nəyləri görürüksə, onları öyrənirik. Elə elementlər var ki, onlar hər biri ali məktəbdə öyrənilir. Metallardan da həmçinin elə elementlər var ki, onlar ali məktəbdə öyrənilir və biz abituriyent səviyyəsində onları sizə keçmirik. İndi danışırıq görək metal, qeyri-metal, təsirsiz qazlar hansılardır? Mən həmişə uşaqlar üçün belə deyirəm ki, metalların sayı çoxdur. Və bunları bilməyən şagird ilk dərsdən oturub metalları ayrı, qeyri-metalları ayrı, təsirsiz nəcib qazı ayrı-ayrılıqda öyrənməkdə çətinlik çəkirlər. Ona görə deyirəm ki, əvvəla qeyri-metalların hər birini öyrənək. 12 dənə qeyri-metalın hər birini əzbər şəkildə yadımıza saxlayaq. Sonra təsirsiz nəcib qazlarımız zaten azdır, onları da yadımıza saxlayaq. Bunlardan başqa hansı element görsəm biləcəm ki, artıq o metaldır. Deməli, əvvəlcə gəlin qeyri-metallarımızın hər birini sayaq. Mütləq şəkildə bu ən vacib hissələrdən biridir qeyri-metalların əzbər bilinməsi. Həm onların yazılışı, həm də hansılara aiddir. Hər biri çox vacibdir. Sonralar da bizə lazım olacaq. Bir baxaq. Deməli, qeyri-metallara hansılara aiddir? Hidrogen H2 şəklində yazılır. Oksigen O2 kimi yazılır bəsit halda. Azot N2 formasında yazılır. Flor F2, xlor Cl2 şəklində yazılır. Brom Br2 şəklində yazılır. Yod I2 şəklində yazılır. Fosfor P4 şəklində yazılır. Kükürt S8 şəklində yazılır. Daha sonra karbon C bu formada yazılır. Silisyum C bu formada yazılır və sonuncusu bor, yəni B bu formada yazılır. 12 dənə qeyri-metalın hər birinin həm yazılışını, həm də hansılar olduğunu, yəni adlarını mütləq şəkildə bilməlisiniz. Xüsusən də mən sizdən soruşsam ki, fosfor necə yazılır? Sən dərhal bilməlisən ki, fosfor P4-dür bəsit halda. Çünki sənə versin bunun sənin neçə atomlu olduğunu soruşacağam. Onda bilməlisən ki, hə, bu 4 atomludur. Və yaxud desək ki, kükürt bəsit halda necə yazılır? Deməlisən ki, S8, yəni 8 atomludur. Və yaxud səndən soruşsam ki, xlor necə yazılır? Deməlisən ki, Cl2, yəni 2 atomludur. Bəs təsirsiz nəcib qazlarımız hansılardır? Baxın, cəmi 3 dənə. Bu şarların tərkibində olan helium, neon, bir də argon. Yenə deyirəm, bizim başqa kripton var, ksenon var, radon var, amma onlar sizə testlərdə görünmədiyinə görə mən onların adlarını yazmamışam. Sadəcə bu üçünü bilsək kifayətdir. Helium, neon, bir də argon. Deməli, bu 12 dənə qeyri-metalı və 3 dənə təsirsiz nəcib qazı öyrənirsiniz ilk başda, yəni birinci öyrənəndə bunu öyrənin. Yerdə qalanlar hamısı metallardır. Təbii ki, metalların da adlarını və onların yazılışını öyrənməliyik. Amma ilk öncə bunları öyrənək ki, qarışdırmayaq. Sonra artıq metalları, məsəl üçün Na natrium, K kalium, Ca kalsium, mis Cu, dəmir F. Bunların hər biri hissə-hissə, hər biri öyrəniləcək. Gəlirik, keçirik indi nədən danışmağa? Qarışıqlar haqqında məlumat verməyə. Deyirik ki, qarışıqlar 2 cürdür. Var eyni cinsli, bir də var müxtəlif cinsli. Eyni cinsli homogen deməkdir, müxtəlif cinsli isə heterogen deməkdir. İndi gəlin görək nə deməkdir bu eyni cinsli, nə deməkdir müxtəlif cinsli. Deyirik ki, əgər bizə verilən qarışığın tərkibindəki maddələrimiz bir-birində həll olurlarsa, bir-birlərində qarışırlarsa, o zaman o maddələr adlanır eyni cinsli, yəni homogen. Yox, əgər bizə verilən maddələr bir-birində həll olmurlarsa, yəni qarışmırlarsa, o zaman o maddələr adlanırlar müxtəlif cinsli. Məsəl üçün, nəyi nümunə çəkirəm? Baxın, duz plus su. Mən suyun içərisinə duzu əlavə edəndən sonra qarışdırıram. Və sonra mən orada duzu görmürəm. Niyə görmürəm? Çünki artıq həll olub. Biri də var ki, suyun içərisində qum əlavə edirəm, qarışdırıram. Amma mən nə qədər qarışdırsam da mən o qumu gözümlə görəcəm suyun içərisində. Niyə? Çünki onlar bir-birində həll olmayıb, bir-birində qarışmayıblar deyə mən onu gözümlə görürəm. Məsəl üçün, bura nələr aiddir? Tutaq ki, mən sizdən soruşsam ki,
Duz plus su hansına aiddir? Deyirsiniz ki, həll olur deyə eyni cinsliyə aiddir. Şəkər plus su həll olur qarışdıranda, o da eyni cinsliyə aiddir. Sorursam ki, spirt plus su, o da həll olur, o da eyni cinslidir. Amma desəm ki, yağ plus su, axı siz suyun üzərinə yağı əlavə eləsiniz, üstündə o yağ damcılarını görəcəksiniz axı. Deməli, gözünüzlə görürsünüz də, deməli, onda həll olmuyor. Sonra suyun içərisinə məsələn təbaşir əlavə eləsəm, neft əlavə eləsəm, yağ əlavə eləsəm, sonra qum əlavə etsək, bunların hər biri nə sayılır? Müxtəlif cinsli, yəni bir-birində həll olmayan maddələr hesab olunurlar. İndi gəlirik, keçirik sizinlə nədən danışırıq. Bax, biz bu qarışıqları bəzən ayırmaq ehtiyacı duyuruq. Ona görə də qarışıqların ayrılma suları deyilən bir hissə var. Hansı ki, eyni cinsli qarışıqların ayrılma suları başqadır, müxtəlif cinsli qarışıqların ayrılma suları isə başqadır. Əvvəlcə gəlin adlarını öyrənək, sonra belə hər biri haqqında ətraflı şəkildə danışaq. Eyni cinsli qarışıqların 3 dənə ayrılma sulu var. Əslində biraz daha xırdalasaq 4 dənədir. Buxarlandırma, kristallaşdırma əslində demək olar ki, ayrı-ayrıdır. Yəni az da olsa fərqləri var. Amma testlərdə buxarlandırma, kristallaşdırmanı почти eyni götürdüyümüzə görə, yəni onları mən eyni anda yazmışam ki, çox da belə beynimizi qarışdırmayaq. Deməli, birinci sulumuz olacaq buxarlandırma, kristallaşdırma və yaxud kristallaşdırma variantlarda hər ikisini götürə bilərsiniz düzgün cavab. Amma variantlarda eyni bir sualda iki variantın ikisində bunlar ola bilməz. Ona narahat olmayın. Sonra keçdi ikinci sulumuz olacaq distillə. Üçüncü sulumuz olacaq kromatografiya. Müxtəlif cinsli qarışıqların isə ayrılma suları olacaq süzmə, onun digər bir adı filtrləmədir. Digər olacaq durultma, digər adı ayrıcı qıfla ayırmadır və üçüncü sul olacaq maqnitlə təsir etmə. İndi gəlin hər biri haqqında geniş şəkildə danışaq. Görək nə zaman biz buxarlandırma, kristallaşdırmadan istifadə edəcəyik, nə zaman süzmədən, nə zaman distillədən, nə zaman durultmadan, nə zaman maqnitlə təsir etmə sulundan istifadə edəcəyik. Əvvəlcə yadınızda saxlayın. Qarışığın tərkibindəki maddələrdən biri bərk, digəri maye halındadırsa və bunlar bir-birində həll olurlarsa, deməli həmin qarışığı siz buxarlandırma və ya kristallaşdırma üsulundan ayırmalısınız. Bir də deyirəm uşaqlar, baxın, bizə verilən maddələrdən biri bərk halda, digəri maye halındadırsa və onlar bir-birlərində həll olurlarsa, deməli biz həmin qarışığı buxarlandırma və ya kristallaşdırma üsulu ilə ayırmalıyıq. Yox, əgər bizə verilən maddələrdən biri bərk, digəri maye halında və onlar bir-birində həll olmayan olsa, o zaman həmin maddələr süzmə üsulundan ayrılacaq. Məsəl üçün, deyirik qum plus su. Axı biz bilirik qum bərkdir, maye sudur və bunlar bir-birində həll olmur, qarışmır. Deməli, o zaman mən bunu süzmə ilə ayırmalıyam. Və yaxud deyirəm ki, duz plus su. Duz bərkdir, su mayedir və həqiqətən də bunlar bir-birində həll olurlar. Deməli, mən hansı üsulla ayırmalıyam? Buxarlandırma ya da kristallaşdırma üsulundan ayırmalıyam. Bəs yaxşı, bizə verilən maddələrdən hər ikisi maye halında olsa və onlar bir-birində həll olan olsa, hansı üsuldan istifadə edəcəyik? Distillə üsulundan istifadə edəcəyik. Yox, əgər hər ikisi maye halında olub, bir-birində həll olmayan olsa, o zaman həmin maddələri durultma üsulu ilə nə edəcəyik? Ayırmış olacaq. Məsəl üçün, baxın, spirtlə su. Dedik axı, spirt mayedir, su da mayedir və bunlar bir-birlərini həll olurlar. Deməli, mən spirt plus su qarışığını distillə üsulundan ayırmalıyam. Ya da məsəl üçün deyirəm neft plus su, yağ plus su. Axı bunların hər biri maye halındadır və bir-birində nə edirlər? Həll olmurlar. Deməli, bu üsul nə olacaq? Durultma üsulu olmuş olacaq. Daha sonra gəlirik, keçirik. Bir də maqnitlə təsir etməni izah edəcəm. Əgər qarışığın tərkibində dəmirin özü, dəmirin tozu ya da dəmirin qırıntıları varsa, qarışığın tərkibində mütləq şəkildə digər tərəfi, digər qarışıq nə olursa olsun, həmin üsul nə ilə ayrılacaq?
maqnitlə təsir etmə üsulunun köməyi ilə ayrılacaq. Bu da oldu qarışıqların ayrılması üsulları. Son dəfə bir də üstündən keçirəm. Bərk plus maye həll olsa, buxarlandırma, kristallaşdırma. Yox, həll olmasa, süzmə üsulundan istifadə edəcəm. Maye plus maye bir-birində həll olsa, distillə üsulundan istifadə edib ayıracağım. Yox, həll olmasa, durutma, yəni digər adı ayrıcı qıfdan ayırma üsulundan istifadə edəcəm. Daha sonra gəlirəm, baxın, bura bir qeyd yazmışıq. Bu haqda sizə məlumat verək. Testlərdə ilk 3 sualından biri belədir ki, xromatoqrafiya, distillə və durutma üsulu nəylərin fərqinə əsaslanır? Belə bir sual var. Yadımızda sal, birinci gəlin distillərini, sonra durutmanı, yekunda da xromatoqrafiyanı deyərik. Əvvəlcə distillə üsulu nəyə əsaslanır, onu deyək. Məsəl üçün, biz dedik ki, distilləyə bayaqlarım nə aid idi? Spirt plus su, düzdür? Mən spirt plus su qarışığını bir-birindən ayırmaq istəsəm, bunlardan birinci hansı buxarlanar deyə sizə sual versəm, indi yəqin ki, bir qisminiz deyəcəksiniz ki, spirt daha tez buxarlanar. Və səbəbi nədir? Çünki spirtin qaynama temperaturu suyun qaynama temperaturundan daha aşağıdır. Ona görə də birinci spirt buxarlanır, sonra su buxarlanır. Ona görə də deyirik ki, bunların hansının daha tez buxarlanması nəyə əsaslandı? Dedik ki, onların qaynama temperaturlarının fərqinə, yəni müxtəlifliyinə. Ona görə də sizdən soruşsa ki, testdə hansı üsul maddənin qaynama temperaturunun müxtəlifliyinə əsaslanır? Deyəcəksiniz ki, distillə üsulu. Və yaxud belə bir nümunə deyirəm. Deyirəm ki, yağ plus su. Bu qarışıqda sizcə suyun üstündə olan, məsələn, suyun içərisində mən yağı əlavə eləsəm, hansı üstdə olacaq? Yağ yoxsa su? Hansı üstdə qalacaq, hansı aşağıda olacaq? Yəqin ki, yenə də bir qisminiz deyəcək ki, su aşağıda olacaq, yağ isə onun üstündə olacaq. Və sizcə səbəb nədir? Niyə yağ suyun üzərində olur? Səbəb nədir? Niyə əksi deyil, su daha üstə, yağ aşağı çökmür? Ona görə ki, uşaqlar, yağ sıxlığı, yağın sıxlığı suyun sıxlığından azdır və sıxlığı az olan həmişə yuxarıda olur, üstdə olur, üst təbəqədə olur. Ona görə də deyirik ki, bu üsul, yəni durutma üsulu nəylərin fərqinə əsaslandı? Həmin maddələrin sıxlıqları fərqinə əsaslanır. Deməli, distillə üsulu maddələrin qaynama temperaturlarının müxtəlifliyinə əsaslanır. Durutma üsulu isə maddələrin sıxlıqları fərqinə əsaslanır. Bir də sizdən xromatoqrafiyanı da soruşacaqlar. Onu da yadımıza saxlayırıq ki, xromatoqrafiya üsulu isə maddələrin absorpsiyası və desorpsiyasına əsaslanır. Absorpsiya udulma deməkdir. Desorpsiya isə buraxılma deməkdir. Bunların üçün də qəşəngcəni yadımızda saxlayırıq. Gəlirik, keçirik indi sizlə vacib hissələrdən biri olan metallarla qeyri-metalların fərqi haqqında danışmağa. Metallarla qeyri-metalların gördüyünüz kimi bir neçə fərqləri var, amma bunlardan ən birinci və ən önəmlisi onların aqreqat halına görə fərqləridir. Əziz şagirdlər, yadınızda saxlayın ki, bütün metallar, hamısı bir dənə istisnamız var. Təbii ki, bütün metallar adi şəraitdə bərk halda olurlar. Yəni, aqreqat halı bərk olur. Bütün metalların aqreqat halı bərkdir. Bircə dənə istisnam var. O da var, Hıcı, adı civədir. Aqreqat halı da mayedir. Baxın, bu metal olsa da, bunun aqreqat halı mayedir. Yəni, bərk deyil. Yerdə qalan bütün metallar hamısının aqreqat halı bərkdir. Amma qeyri-metallar isə müxtəlif aqreqat halında olurlar. Qaz halında da ola bilirlər, maye halında da, bərk halında olurlar. Qaz halında olan qeyri-metallarımız hansılardır? Hidrogen, oksigen, klor, fluor və azot. Bunlar qaz halında olan qeyri-metallarımızdır. Bəs maye halında olan qeyri-metalımız hansıdır? Brom. Bəs bərk halda olan qeyri-metallarımız hansılardır? Yod, kükürt, fosfor, karbon, silisium və bor. Bunlar isə aqreqat halı bərk haldadır.
Gəldik keçdik ikinci fərqləri bəs nədir metalla qeyri-metallın? Deyirik ki, metallar elektrik cərəyanını və istiliyi yaxşı keçirirlər. Amma qeyri-metallar isə elektrik cərəyanını ümumiyyətlə keçirmirlər, istiliyi isə çox pis keçirirlər, yəni keçirmir dərəcəsindədir. Bir də deyirəm, metallar elektrik cərəyanını və istiliyi yaxşı keçirirlər. Amma qeyri-metallar isə elektrik cərəyanını ümumiyyətlə keçirmirlər, istiliyi isə pis keçirirlər. Gəldik keçdik sonuncu fərqlərinə. Yadımızda saxlayırıq ki, uşaqlar, metallar plastik xassəlidirlər. Yəni döyülüb yasılana bilirlər. Onlara heç nə olmur. Amma qeyri-metallar isə kövrək xassəlidirlər. Yəni siz onlara vursanız və yaxud döysəniz nəyinsə, o ovxalanıb xırdalanacaq. Yəni metallar plastik xassəlidirlər, amma qeyri-metallar isə kövrək xassəlidirlər. Bu da oldu metallarla qeyri-metalların bir-birindən fərqləri. Gəlirik, keçirik son olaraq saf maddələrlə qarışıq maddələrin fərqini izah edirik. Görək nədir saf maddələr, nədir qarışıqlar. Biz zaten bayaqlarım onların fərqini izah elədik. İndi isə daha geniş şəkildə fərqlərini deyirik. Bunlardan birincisi odur ki, adından da bəllidir. Saf maddələrin tərkibləri sabit olur. Amma qarışıqların tərkibləri dəyişkən olur. İkinci fərqləri ondan ibarətdir ki, saf maddələr əmələ gələndə istilik ayrılır və yaxud istilik udula bilər. İstiliyin həm ayrılması, həm də udulması baş verir. Amma qarışıqlar əmələ gələndə elə bir şey baş vermir. Yəni, nə istiliyi ayrılmır, nə də istilik udulmur. Üçüncü fərqləri ondan ibarətdir ki, bax bu ən çox qarışdırılan hissələrdən biridir. Buna diqqət edin. Uşaqlar bunu əks düşünürlər. Öz fərdi xassələrini saxlayan elə bilirlər ki, safdır, saxlamayan qarışıqdır deyə düşünür. Amma elə deyil uşaqlar. Əksinə, saf maddələr əmələ gələndə onlar öz əvvəlki əmələ gətirdikləri maddələrin xassələrini, yəni öz fərdi xassələrini saxlamırlar. Saf maddələr əmələ gətirən maddələr, yəni saf maddələri hansı maddələr əmələ gətiriblərsə, onlar öz fərdi xassələrini saxlamırlar. Amma qarışıqları isə, yəni qarışıqları hansı maddələr əmələ gətiriblərsə, onlar isə öz fərdi xassələrini nə edirlər? Saxlayırlar. Bunu sizə belə başa salın. Məsəl üçün, su necə əmələ gəlir? H2 və O2-nin birləşməsindən. Düzdür? H2 qazdır. O2 də qazdır. Bəs nətər olur ki, 2 dənə qaz birləşir bu suya əmələ gətirir? Deməli, mən buradan həqiqətində görürəm ki, məsələn, su saf maddədir. Bunu əmələ gətirən maddələr hidrogenin oksigen. Bu, onların əvvəlki xassələrini saxladı? Xeyr, saxlamadı. Onlar qaz edib, bu maye oldu. Necə oldu? Deməli, öz əvvəlki xassələrini deyinəməyiblər uşaqlar, saxlamayıblar. Öz fərdi xassələrini saxlamırlar saf maddələr. Amma qarışıq maddələr əmələ gələndə, məsəl üçün deyirəm ki, duz plus su. Şöyle mən duzla suyu qarışdırsam, duzlu su alınır və duzlu suda həqiqətən mən duzun tamını hiss edirəm də, düzdürmü? Artıq yəni orada heç bir öz fərdi xassəsini saxlayıb. Öz əmələ gələn, nədən əmələ gəlmişdirsə, həmin qarışıq hansı maddələrdən əmələ gəlmişdirsə, o əvvəlki duzun və suyun hər bir xassəsini həmin o duzlu su özündə saxlayır. Yəni öz fərdi xassələrini saxlayan qarışıqdır, saxlamayan safdır. Və dördüncü fərqlər də ondan ibarətdir ki, dediyimiz kimi saf maddələr sabit fiziki xassələrə malikdirlər, amma qarışıqlar isə dəyişkən fiziki xassələrə malikdirlər. Və birinci də nə demişdik? Saf maddələrin tərkibləri sabit olur, qarışıqların tərkibləri isə dəyişkən olur. Bu da oldu saf maddələrlə qarışıqların bir-birindən fərqi. Gəldik keçdik indi allotropiya hadisəsi haqqında danışmağa. Nədir allotropiya? Bu hissəni diqqətlə dinləyin, maraqlı hissələrdən biridir. Bununla bağlı suallar həm qəbula düşür, ilk anlayışlarına bağlı, həm də test toplusunda da bununla bağlı suallar var. Deyirik ki, bəzən bir element bir neçə bəsit maddə əmələ gətirir. Deyirsiniz ki, bu nə deməkdir? Necə? Yəni bir element bir neçə bəsit maddə əmələ gətirə bilər. Gəlin bunu bir dənə açaq buradan mən sizə bir şəkillə göstərim. Deyil, bir dəfə danışmaqdansa göstərmək daha yaxşıdır. Baxaq. Bircə dəqiqə, bu qəşəng bir dənə şəkil tapılmışsa. Aha.
Məsələn, belə bir şəkil göstərək. Aha, biraz böyüdüm sizin üçün. Baxın, burada biz nəyə fikir veririk? Əslində keçən səfər bunu göstərməmişdim uşaqlara. Daha yaxşısı var idi. Bir dənə qoy yenidən baxım. Görüm o varsa o daha yaxşı idi. Onu göstərərdim sizə. Olmasa da eybi yoxdur. Bunu göstər. Eybi yox. Aha, bir de burada. Tapdım. Aha, baxaq buna. Deməli burada nə verir? Fikir verin. Bunların hər biri nədir? Karbondur, düzdürmü? Niyə üstünə karbon yazıb? İndi gəlin onu izah edelim. Bax, burada verilib almaz, verilib qrafit, fülleren və karbon. Gördüyünüz kimi dördü də tamamilə fərqli maddələrdir. Quruluşları da tamamilə fərqlidir. Bəs bunların ortaq xüsusiyyəti nədir? Bunların hər birinin ortaq xüsusiyyəti ondan ibarətdir ki, bunların hamısının tərkibi karbon elementidir. Və yaxud, baxın, fosfora baxın. 3 dənə növ var. Ağ fosfor var, qırmızı fosfor var, bir də qara fosfor var. Tamamilə fərqli formalardır. Amma bunların oxşar xüsusiyyətləri nədir? Hər birinin tərkibi fosfor elementindən ibarətdir. Həmçinin digəri, baxın, silisyumun 2 dənə forması var. Var amorf silisyum, var kristal silisyum. Görürsünüz, tamamilə fərqlidir. Amma bunların oxşar xüsusiyyətləri nədir? Eyni bir kimyəvi element var tərkiblərində, yəni silisyum var. Eyni zamanda baxın, kükürtdə də həmin şeydir. Yəni, mən nə demək istəyirəm uşaqlar sizə? Yəni, deyirik ki, allotropiya nə deməkdir? Bəzən bir element bir neçə bəsit maddələr əmələ gətirir. Bu adlanır allotropiya. Necə ki, karbon həm almaz əmələ gətirib, həm qrafiti əmələ gətirib, həm karbini əmələ gətirib, həm füllerini əmələ gətirib, həm histudanı əmələ gətirib. Və yaxud fosfor həm ağ fosforu, həm qara fosforu, həm qırmızı fosforu əmələ gətirib. Ona görə deyirik ki, bəzən bir element bir neçə bəsit maddə əmələ gətirə bilir. Həmin bu hadisə adlanır allotropiya. Əmələ gələn o bəsit maddələr, əmələ gələn o fərqli-fərqli maddələr, şəkil dəyişmələri isə adlanırlar allotropik şəkil dəyişmələr. Uşaqlar, bəs sual verərsiniz ki, mənim bütün elementlər bu cür bir neçə bəsit maddə əmələ gətirir, deyirik xeyr. Sadəcə 5 dənə element. Və biz bunlar sizin yadınızdan çıxmasın deyə asan formada belə deyirik. Copsis. Yəni C karbon, O oksigen, P fosfor, C silisyum, S kükürt. Biri təkrar edirik. Cəmi 5 dənə elementin allotropik şəkil dəyişməsi var. Copsisin, C karbonun, O oksigenin, P fosforun, C silisyumun, S kükürdün. Gəlin görək hansı allotropik şəkil dəyişmələri var. Karbonun düzdür, testlərdə, kitablarda, histoda qeyd olunmur. Amma bizim test toplusundakı testimizdə bunun adı qeyd olunub deyə mən bunu da buraya yazmışam ki, siz testləri işlərində çətinlik çəkməyəsiniz. Deməli, karbonun 5 dənə allotropik şəkil dəyişməsi var. Var almaz, var qrafit, var karbin, füllerin və histoda. Bir də deyirəm, karbonun 5 dənə allotropik şəkil dəyişməsi var. Almaz, qrafit, karbin, füllerin və histoda. Bayaqlarım şəkildə də göstərdim sizə, baxın. Hansılar oldu? Almaz, qrafit, karbin, füllerin. Dedim ki, burada histodanı qeyd edilməyiblər, amma o da var. Sonra gəlirik, keçirik oksigenin allotropik şəkil dəyişmələrinə. Oksigenin isə 2 dənə allotropik şəkil dəyişməsi var. Bir var O2, bir də var O3. Baxın, şəkildə də görsənir. O2-yə baxın, 2 dənə atomdur. O3-ə baxın, 3 dənə atomdur. Həqiqətən quruluşları da bir-birindən fərqlidir. Amma hər birinin tərkibi oksigendən ibarətdir. Deməli, ona görə nə deyirik? Oksigenin 2 dənə allotropik şəkil dəyişməsi var. O2 oksigen qazıdır. O3 isə ozon adlanır. O2 oksigen qazı adlanır. O3 isə ozon adlanır. Fosforun isə 3 dənə aqreqat halı var. Var ağ fosfor, var qırmızı fosfor, bir də var qara fosfor. Ağ fosfor, baxın şəkildə də gəlin göstərək. Baxın, ağ fosfor, qırmızı və qara. Gördünüz, bunun 3 dənə allotropik şəkil dəyişməsi var. Sonra silisyumun da 2 dənə allotropik şəkil dəyişməsi var. Var kristallik silisyum, bir də var
amorf silisium. Baxın, şəkillərinə baxın. Bu kristallik silisiumdur. Baxın, bu isə amorf silisiumdur. Gördünüz? Var kristallik silisium, amorf silisium. Eyni zamanda kükürt də həmçinin. Var kristalli kükürt, var plastik kükürt. Bax, bunların hamısını yadınızda saxlamalısınız. Mən bu şəkli sizə göstərdim. Bir də elə bilərsiniz ki, bu altında yazılanlarda onlar hələ ki bizə lazım deyil. Bizə sadəcə bu elementlərin hansı növləri var, hansı bəsti maddələr əmələ gətirir, onu hələ ki bilsək kifayətdir. Biz o dərinliyi bunlar haqqında məlumatı qeyri-üzvi kimyada sizlə ətraflı şəkildə öyrənəcəyik. Hələ ki sadəcə hansı növləri var və hansı elementlər altrofik şəkil dəyişmə əmələ gətirirlər, onları bilsək kifayətdir. Belə oldu bizim deməli kimyanın ilk anlayışları mövzusunun izahı.